gündəmdə səfərin arxa planını, Qazaxıstanın mümkün siyasi mesajlarını və Ermənistanın qarşısında dayanan reallıqları təhlil edəcəyik. Qonağımız siyasi ekspert Müşfiq Abdulladır. Müşfiq bəy, xoş gördük. Xoş gördük. Qazaxıstanın orta dəhliz üzrə strateji maraqlarını nəzərə alsaq, Paşinyanın Astana səfərində Zəngəzur dəhlizi məsələsinin gündəmə gəlməsi Ermənistan üçün hansı siyasi nəticələrə səbəb ola bilər? Əslində, Qazaxıstan və Ermənistan arasında əməkdaşlıq daha çox iqtisadi müstəvidə mövcud olur. Yəni, bu iki ölkə birlikdə Avrasiya İqtisadi Birliyinin, Gömrük İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu təşkilatlar çərçivəsində müttəfiqlik münasibətlərinə malikdir. Lakin bu münasibətlər formal xarakter daşıyır və daha çox indiyə qədər siyasi münasibətlər zəif olur və daha çox iqtisadi, ticari əlaqələrə üstünlük verirlər. Amma ümumi nəzər saldıqda vəziyyətə görürük ki, Qazaxıstan və Ermənistan arasında ticarət əlaqələri belə geniş olmayıb. Çünki iki ölkə arasında 2024-cü ildə ticarət dövriyyəsi cəmi 82,9 milyon dollar təşkil edib. 2025-ci ilin 8 ayı ərzində isə bu rəqəm hələlik 35,4 milyon dollardır. Ona görə də Qazaxıstanla Ermənistan arasında ümumi bir geniş əlaqələr mümkün olmuyor. Bu da daha çox Qazaxıstanın Ermənistanın Azərbaycan ərazisini işğal etməsinə olan münasibəti, daha çox obyektiv münasibət sərgiləməsi, işğalı pisləməsi ilə bağlı olur. Ona görə də indi Qazaxıstan, Ermənistanın baş naziri Nikol Paşinyanın Qazaxıstana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsinin başlanması kimi izah olunur. Çünki artıq Ermənistanla Azərbaycan arasında münaqişə artıq demək olar ki, arxada qalıb və daha çox sülh müqaviləsinə tərəflər xeyli yaxındırlar və kommunikasiyaların açılması istiqamətində mühüm addımlar atılır, mühüm razılaşmalar əldə olunur və ona görə də ümid edilir ki, yaxın gələcəkdə Qazaxıstan, Azərbaycan və Ermənistan vahid nəqliyyat tranzit dəhlizinin tərkib hissəsi kimi əməkdaşlıq edəcəklər. Ancaq mən hesab edirəm ki, Qazaxıstan prezidentinin Nikol Paşinyanı Ermənistana dəvət etməsinə son vaxtlar Ermənistanın, daha doğrusu Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana tranziti ilə əlaqədar yaranmış vəziyyət fonunda baxmaq lazımdır. Çünki Qazaxıstan taxılının Ermənistana nəqli demək olar ki, kommunikasiyaların açılması üçün bir açar rolunu oynadı və hesab edilir ki, Qazaxıstan bu məsələdə Ermənistanın bir tranzit ölkə kimi Türkiyə və Avropaya çıxışında mühüm əhəmiyyətinə deməli önəm verir. Bu baxımdan Qazaxıstanın İqtisadiyyat naziri Serik Jumanqarinin verdiyi açıqlama daha çox diqqəti cəlb edir. Burada biz Jumanqarin bildirib ki, yeni ticarət yolu açmaq istəyirik və bu yol Türkiyənin limanlarına, deməli, Türkiyəyə və oradan limanlara çıxışı təmin edəcək və söhbət burada əslində Qazaxıstan və Jumanqarin bildirir ki, biz Azərbaycan üzərindən indiyə qədər Gürcüstana çıxış əldə edilmişsə, indi biz Azərbaycan, Ermənistan, Naxçıvan və Türkiyə istiqamətində yeni bir yol açmaq imkanı əldə edirik. Bu da göstərir ki, Qazaxıstan daha çox deməli, Ermənistanın gələcək logistika mərkəzi və tranzit yolu kimi istifadəsində maraqlıdır. Çünki Ermənistan elə də böyük bazar deyil və Ermənistanda əhalisi azdır, böyük ticarət potensialı yoxdur. Ona görə də daha çox Ermənistan ərazisindən, daha dəqiq desək, Zəngəzur dəhlizindən keçməklə
Naxçıvan və Türkiyə və Avropa istiqamətində yüklərin daşınmasına üstünlük verir və bu zaman Qazaxıstan da lazım olar təbii ki, deməli Ermənistana yüklərin tranziti zamanı istər bunun ödənişini pulla da edə bilər və yaxud həmin göndərilən yüklərlə də deməli məhsullarla da onun ödənişini edə bilər. Digər burada maraqlı məqam isə ondan ibarətdir ki, tərəflər arasında imzalanmış müqavilələrdən biri deməli kənd təsərrüfatı məhsullarının ticarətinə dair anlaşma memorandumudur. Bu isə onu göstərir ki, yaxın gələcəkdə, daha doğrusu perspektivdə Qazaxıstan taxılının və o cümlədən ərzaq buğdasının Ermənistana Azərbaycan üzərindən tranziti davam edəcək. Ona görə də bu məhsulların deməli Azərbaycan üzərindən tranzitinin artması Ermənistanın yəqin ki Zəngəzur dəhlizinin açılmasını həvəsləndirməyə yönəlib və bu öz növbəsində deməli orta dəhlizin Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Türkiyəni birləşdirən orta dəhlizin əhəmiyyətini bir daha artırır və bir daha sübut edir ki, bu dəhlizin reallaşması qaçılmazdır və bu baxımdan Qazaxıstan əsas təşəbbüskar kimi bu prosesdə mühüm rol oynayır. Qazaxıstan prezidenti 2024-cü ilin aprel ayında Ermənistana səfər edərək deməli Zəngəzur dəhlizinin açılması ilə bağlı müəyyən təşəbbüs irəli sürmüşdü və o vaxt Ermənistanın baş nazirindən bu məsələdə razı salmağa çalışmışdı. Amma o vaxt Paşinyan Rusiyanın dəhlizə nəzarətini istəmirdi. Ona görə də daha çox sülh kəsməsi layihəsinə üstünlük verdi və Tokayevlə heç bir anlaşma əldə olunmadı. Amma indi vəziyyət dəyişib. Amerika Birləşmiş Ştatlarının deməli bu dəhlizin idarəçiliyini deməli öz üzərinə götürən Trump marşrutu, beynəlxalq rifah və beynəlxalq sülh və rifah naminə Trump marşrutu layihəsini irəli sürməsi Nikol Paşinyan hakimiyyətini qane edir. Ona görə də Nikol Paşinyan artıq Qazaxıstanla bu barədə razılaşma əldə etdi və çox güman ki, perspektivdə bölgədə biz yeni situasiyanın yaranmasının şahidi olacağıq.